Bir telefon, bir il işlətdiyim telefondur. Gördüyünüz kimi 300 cycle. Bir telefondasa cəmi 1 cycle. Telefon hindi açılıb. İkisi də 16 Pro Max-dır. Və bu günləri istəyirik ki, həqiqətənmi bir il istifadədən sonra telefon başlayır pis çəkməyə, bu mifi yoxlayaq. Həmçinin nəzərə almağınız lazımdır ki, yeni açdığım iPhone 16 Pro Max 18.4.1 iOS-dədir, yəni köhnə iOS-dədir. Çünki mif var ki, iOS-i yeniləyəndə kamera pisləşir. Digər əsas telefon kimi istifadə elədiyim 16 Pro Max isə iOS 26.1-dədir və qabaq kamera testi eləyirik. Bəzi hallarda iOS 26.1-də olan köhnə iPhone şəkillərdə özünü daha yaxşı göstərir. Bu da düşünürəm ki, yeni əməliyyat sistemində kamerada edilmiş müəyyən proqram təminatı dəyişiklikləri ilə bağlıdır. Bəs siz nə düşünürsünüz? Həqiqətən də fərq var, yoxsa keyfiyyət eynidir? Şərhlərdə öz fikirlərinizi bildirə bilərsiniz.